Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya ve murselin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn amma ba'd. Və biz də qardaşımızı təbrik edirik. Allah Resulü sallallahu aleyhi ve sellemin ettiği dua ile dua edir. Barakallahu leke ve baraka aleyk ve cema beynekma fi hayr. Allah Teala bu izdivacı hayırlı, bereketli etsin. Allah Teala bu evliliği Allah'ın rızasına aparan bir yol etsin. Allah Teala bu evlilikte ne ki bu hayırlar varsa hamısını kardeşimiz üçün yazsın. Ve hemçin Allah Teala istəyir ki Allah Teala kardeşimize Allah'a itaatdə böyüyen, Allah'ı seven zürriyyət bəxş eyləsin. Həqiqətən insanın xeyirli olması, onun Allah'a olan sevgisine ve kulluğuna, ibadetine, itaatine görədir. Kulun Allah katında ucalması, izzət, şərəf və hürriyyəti əldə etməsi yalnız qulluqdan asılıdır. Necə ki Allah Teala buyurur: "Əleyhissallahu bikafil abdə." Məyər Allah Teala öz quluna kifayət deyil. Öz quluna kifayət deyil. Bəli, Allah Teala öz quluna kifayətdir. Öz quluna, bəndəsinə yardım edəndir. Ona dəstək olandır, onu çətinlikdən çıxarandır. Amma kimdir Allah'ın qulu? Əsl qul, yəni hər bir halda qulluq edəndir. Yəni hər bir halda üzərinə düşən vəzifəni yerinə yetirəndir. Firavanlıq anında və həmçinin müsibətdə. İbn-i Qayyim Rahimullah buyurur ki, Allah Teala'nın quluna olan yardımı qulun qulluğundan asılıdır. Və nə qədər insan bu qulluğu doğruldarsa və bir o qədər də Allah Teala'nın yardımı da tam şəkildə olar. Qulluğu azaldarsa yardım da azalar. Eğer hiçbir kulluk olmazsa yardımda olmaz. Allah'ın kulu deyildiği zaman yani her bir insan Allah'ın kuludur. Hatta kafirler belə. Ama Allah Teala özüne mensup ettiği Allah'ın kulu, Allah'ın bəndəsi yani o insanlardır ki her bir halda kulluğu düzgün şekilde hayata geçirir. Hem nimet içerisinde olduğu zaman ve həmçinin də müsibətdə olduğu zaman. Yəni onlar üçün fərqi yoxdur. Üzərinə düşən vəzifəni öyrənir, müsibətdir, səbir edir. Nimətdir, şükürlə qarşılayır. Və insan bundan uzaq olarsa, imandan uzaq olduğu zaman niməti düzgün qarşılamır. Elə bil ki, o özünün hünəri ilə, öz bacarığına, öz ağlına, təcrübəsinə görədir. Müsibət gəldiyi zaman özündən çıxır, vacibən qoparır, səbr etmir. O mümin insan imanı sayəsində hər bir şey düzgün qarşılayır. Niməti şükürlə qarşılayır. Və şükür də elədir ki, niməti qoruyur. Ona görə alimlər, sələflər şükrü hafiz adlandırırlar. Yəni şükür qoruyandır. Nəyi qoruyur? Yəni olan niməti qoruyur. Və olmayan nimətləri də cəlb edir. Çünki Allah Teala buyurur: "La in şekartum la azidənnakum və la in kafartum inna azabi leşədid." Əgər siz şükr etsəniz, mən sizə olan nimətimi artırarım. Əgər küfr etsəniz, nankörlük etsəniz, əzabım da bir o qədər şiddətlidir. Və həmçinin müsibət anında iman gətirən insan və bilir ki, o Allah'ın mülküdür.
İnsan, qul, bəndə Allahın mülküdür və Allah Teala öz mülkündə istədiyini edəndir. Allah Teala etdiyinə görə sorğu-sual olunmaz. Necə ki Allah Teala buyurur: "La yus'alu amma yef'alu ve hum yus'alun." Allah Teala etdiyi işlərdən sorğu-sual olunmaz. Onlardır etdiyi əməllərinə görə sorğu-sual olunurlar. Və buna görə Allahın bölgüsünə, Allahın təqdirinə razı qalır. Vay-şivən qoparmır. Təslim olur və razı qaldığına görə Allah Teala o qulun, o bəndənin qəlbinə sükunət, huzur və rahatçılıq yerləşdirir. Və Allah Teala Quranda buyurur ki: "Vəmən yu'min billah yehdi qalbeh." Kim Allaha iman gətirərsə, Allah Teala onun qəlbini hidayət edər. Onun qəlbini hidayət edər. Və təfsirdə keçir ki, Alqamə Rahimullah buyurur, yəni bu o insandır ki, başına müsibət gəldiyi zaman onun Allah Teala tərəfindən olduğunu bilər və onunla razı qalaraq o bölgüyə, o təqdirə təslim olar və Allah Teala da onun qəlbinə sükunət, huzur, rahatçılıq yerləşdirir. Deməli, iman neməti insana hər bir halda xoşbəxtlik, sevinç qazandırır. Və iman, hidayət nemətdirsə, digər nemətlər kimi də o nemətin də əgər şükürlə qarşılanmasa itmə qorxusu var. O nemətin aradan qalxma qorxusu var. Həqiqətən də belədir. Və görürsən ki, insan imana təzə gəldiyi zaman imanın şirinliyini, ibadətin ləzzətini duyur. Amma müəyyən vaxtlardan sonra aylar, illər və görürsən ki, insan özünü yaxşı hiss etmir. Quran oxuyur, elə bir ki, qəzet oxuyur. Və yaxud da ibadət illədir və ibadətlər quru hərəkətlərdir. İbadətlərdən bir ləzzət duyulur. Səbəbini axtarır. Yəni, hər bir insan sözsüz ki, problem baş verdiyi zaman səbəbini araşdırır, axtarır və bu suallar da, yəni alimlərə, böyük alimlərə də verilir. Və onlar da cavabında buyurur ki, cavab olaraq Ər-Ra'd surəsi 11-ci ayə Allah Teala buyurur: "İnna Allaha la yughayyiru ma bi qawmin hatta yughayyiru ma bi anfusihim." Allah Teala bir qövmün halını dəyişməz. Allah Teala bir qövmün halını dəyişməz. Onlar, yəni öz nəfslərində dəyişikliyə yol vermədikcə. Deməli, insanın halının yaxşıdan pisə və yaxud da pisdən də yaxşıya doğru dəyişilməsinə səbəb insanın özüdür. Yəni, insanın nəfsində yol verdiyi dəyişikliklərdir. Və insan özünü yoxlasın, yəni keçmiş günlərini, tarixini səhifələsin. Biraz keçmişə qayıtsın və görəcəkdir ki, nə var ki, o imanın şirinliyini duyduğu zaman hara geçsə, kimlə otursa, çalışardı ki, orada Allah zikr olunsun və həmçinin fayda versin, fayda alsın, faydalansın. Amma indi isə yenə eyni dostlar, eyni yoldaşlarla bir araya gəlir və artıq onlarla oturduğu zaman Allahı yad etmək əvəzinə başqaları yad olunur. Başqalarını zikr edir. Deməli, dəyişən kim oldu? Dəyişən insanın özüdür. Və insan özü dəyişdiyinə görə hal da dəyişir. Yəni, bunu insan başqa yerdə axtarmalı yox, özündə axtarmalıdır. Bunu özündə axtarmalıdır. İbn-i Qayyim Rahimallah buyurur ki, insan hidayətə gəldiyi gündən nəfsinə qarşı vuruşmağı davam etdirməsə, sonunda fitrətində olan günahlarla qarşılaşacaqdır. Sonunda, yəni cahillik dövründə vərdiş etdiyi günahlarına qayıdacaqdır. Hər bir insan bir günahdan tövbə edib hidayətə gəlibsə, əgər nəfsinə qarşı
vuruşmağı, şeytana qarşı vuruşmağı davam etdirməsə, o günahlara qayıdacaqdır, Allah qorusun. Yəni, bu deməkdir ki, nə vaxt ki, insan nəfsinə qarşı vuruşur, günahları uzaqda görür. Yəni, hansı ki, cahiliyyət dövründə ona vərdiş etmişdir. Ucqa bir nöqtədə, yəni dağın başında görür və hətta deyir ki, o günahı heç mən yuxumda da görmərəm. O müəyyən vaxt keçdikdən sonra görürsən ki, o insan içkidir və yaxud narkotik digər günahlardır. Ona daha şiddətli şəkildə qayıdır. Yəni, səbəb nədir? Səbəb, yəni insanın vuruşmağı davam etdirməməsi. Yəni, insanın öz bir yol verdiyi dəyişikliklərdir və yaxud da insanın özünün tərəfindən olan səhlənkarlıqdır. Allah Teala buyurur, فَلَمَّا زَاغُوا اَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ. Nə vaxt ki, onlar haqdan meyl etdilər, onda Allah Teala onların qəlbini haqdan döndərdi. Deməli, meyl edən kim oldu? İnsan özü. Meyl etdiyinə görə qəlbə dönür. Və həmçinin başqa ayda buyurur, وَاللّٰهُ أَرْكَسَهُمْ بِمَا كَسَبُوا. Yəni, onlar qazandığı günahlara görə Allah Teala onları əvvəlki vəziyyətinə qaytardı. Allah Teala onları təpəsi aşağı çevirdi. Yəni, təpəsi aşağı, yəni əvvəlki vəziyyətinə qayıtdı. Deməli, insanın əvvəlki vəziyyətinə qayıtması yenə insanın özündəndir. Bimə kəsəbu, yəni qazandığı günahlara görə insan əvvəlki günahlarına yenə əvvəlki halına qayıdır. Deməli, bu da onu bildirir ki, yəni heç vaxt dayanmaq olmaz. İnsan dayandısa geriləyəcəkdir. Çünki Allah Teala buyurur, "Mən şəə minkum en yetəqaddəmə əv yetəəxxərə." Sizdən irəliləmək və yaxud da geriləmək istəyən üçün. İrəliləmək və yaxud da geriləmək. Yəni o deməkdir ki, ya sən irəliləyəcəksən, irəliləmədinsə mütləq geriləyəcəksən. Çünki insan nəfsi daima məşğuldur. Şafii rahmeullah buyurur ki, "Nəfsukə illəm təşqalhə bit-taati şəğalətkə bil-ma'siyə." Əgər sən nəfsini itaətlə məşğul etməsən, səni asiliklə, günahla məşğul edər. İbn-i Qayyim rahimehullah deyir ki, Allah Teala bəşər nəfsini daima fırlanan dəyirman daşına oxşar şəkildə yaratmışdır. Bəşər nəfsini daima hərəkətdə olan, fırlanan dəyirman daşına oxşar şəkildə yaratmışdır. Yəni o daşın işi nədir? Üyütməkdir. Əgər sən ora buğda atsan, buğdanı üyüdər. Daş atsan, xırda daşlar onları üyüdər. Torpaq atsan, torpaq üyüdər. Yəni bunun işi üyütməkdir. Əgər sən buğda atsan, un üyüdər. Və sən həm səni özünə fayda verər, həmçinin başqalarına fayda verər. Əgər daş atsan və yaxud da torpaq atsan, çörək bişirən vaxtı və yaxud da xəmir yoğuran vaxtı sənə artıq bəlli olar ki, ora nə atmışsan. Həmçində nəfs də məşğuldur. Nəfs məşğuldur. Əgər sən nəfsini sənə aid olmayan fikirlərlə məşğul etsən, üzə çıxan sözlər, əməllər də pis olacaq. Əgər yox, faydalı, imani fikirlərlə məşğul etsən, deməli, üzə çıxan da, sözlər də, əməllər də gözəl olacaqdır. Və ona görə İbn-i Qayyim rahimehullah buyurur ki, bu fikirlər, yəni insanın qəlbində olan fikirlər, şeytanın insanı ovlamaq üçün atdığı bir dən yerində, necə ki, insan tələyə dən atır, quşu ovlamaq üçün və bu da şeytanın insanı ovlamaq üçün atdığı bir dəndir. Və bununla insanı ovlamaq istəyir. Əgər insan onu vaxtında çevirməlisə, sonra onu şeytan onu suvarır, fikir idisə olur şəhvət. Sonra yenə suvarır, olur iradə. Yenə onu suvarır, sonra olur əzm, qətiyyət. Ondan sonra artıq əməl gəlir. Və ondan sonra ondan geri qayıtmaq da artıq çətinləşir. Və buna görə deyək, insanın halının düzəlməsi sözlərinin, əməllərinin və halının düzəlməsi fikirlərini qorumasına görədir. Çünki bu qəlb evi, qəlb ümumiyyətlə bədəndə ən şərəfli orqandır.
Bədəndə ən şərəfli orqan qəlbdir. Yəni Allah Teala bu evi Allahı tanımaq üçün, Allahı sevmək üçün, tövhid üçün, ixlas üçün yaradır. Yəni insan ora başqa lüzumsuz, faydasız bir şeyləri yerləşdirməlidir. Çünki başqa bir şeyləri o insan ora yerləşdirərsə, istər-istəməz yaxşı şeylərin çıxmasına səbəb olacaq. Yəni mümkün deyil ki, sən deyəsən ki, mən həm qəlbimdə tövhid olsun, ixlas olsun, Allah sevgisi olsun və buradan da qəlbində olsun kin, küdurət, həsəd və digər fikirlər. Su ilə od bir araya gəlmədiyi kimi və eyni ilə bu imani fikirlərlə də şeytani fikirlər bir araya gəlmir. Və onlar hansı qalib gəldisə, qəlbi üstələyən olur. Və artıq qəlb onun hükümranlığı altında olur. Və buradan da insanın ümumiyyətlə faydalanması üçün, yaxşı əməllərlə, zikirdir, Qur'andır və inşallah qarşı Ramazan ayı gəlir və Ramazandan faydalanması üçün ən mühüm olan qəlbi təmizləməkdir. Yəni qəlbdə olan bu xəstəlikləri, rakı, xərçəngi, üzvü olaraq bir də var ki, o mənəvi xərçəng, hansı günahlar xərçəngini itirməlidir ki, müalicənin təsiri olsun. Yoxsa itirməsə, sonra metastaz verəcək, ondan sonra ondan qayıtması da çox çətin olur. Onun üçün tamamilə insan hər şeydən qurtarılaraq səmimi tövbə olmalıdır ki, faydası olsun. Deməli, İbn Qayyim Rahimullah misalla yenə bizim üçün aydınlaşdırır ki, insana əməllərin, Qur'andır, zikirdir, digər xeyirli əməllərin fayda verməsi üçün qəlb, ona mani olan xəstəliklərdən, qurtlardan, itlərdən salamat olmalıdır. Və həmçinin buyurur ki, zikrin fəzilətlərindən biri, zikir şeytanı qovur. Zikir şeytanı qovur. Amma bəzən biz zikir edirik, şeytan qaçmır. Subhanallah, elhamdülillah, la havlə və la quvvətə illə billah, şeytan qaçmır. Problem zikirdə yox. Bu təsir edicidir, amma problem qəlbdədir. Niyə? Çünki qəlbdə nə qədər ki, şeytanın azuqəsi var, şeytan qaçmır. Şeytanın misalı bir ac itin misalına bənzir. Əgər sənin üstünə ac it gəlirsə, əgər sənin qabağında çörək və ət varsa və nə qədər itin üstünə qışqırsan da it qaçmayacaq. Niyə? Çünki sənin qabağında itin azuqəsi var. Və həmçinin də şeytan da belədir. Nə qədər ki, sənin qəlbində şeytanın azuqəsi var və nə qədər Quran oxusan da, zikr etsən də, o təsir, umulan nəticə əldə olunmayacaq. Çünki maniyə var, onun azuqəsi var. Və həmçinin başqa bir misalla deyir ki, biri pəhriz saxlayır və sonra müalicə olunur və umulan nəticəni əldə edir. Digər də gör ki, filan kəs filan dərmanları qəbul etdi və sağaldı, şifa tapdı. Amma o özü isə mədəsi dolu olduğu halda, pəhriz saxlamadan o dərmanları qəbul edir, heç bir nəticə olmur. Və həmçində də insan qəlbini təqva ilə pəhriz saxlamalıdır ki, etdiyi əməllərin, zikrin, Qur'anın, digər xeyirli əməllərin ona təsir olsun. Yəni, sual ortaya çıxır ki, bəs onlara, təqva əhlinə şeytan toxunmur? Onlara da toxunur. Amma onların bunlardan fərqli cəhəti ondadır ki, bunlar Allahı zikr edəndə şeytan qaçır və yaxud da onlar tez qəflətdən çıxırlar, ayılırlar. Çünki Allah Teala buyurur, İnnellezîne ittaqav İzâ messehum taifun mineşşeytani tezekkeru fe izâ hum mubsirun. O kəslər ki, şeytan onlara bir şeylə toxunduğu zaman onlar Allahı zikr edərlər və Allahı zikr edən kimi dərhal ayılarlar. Yəni görənlərdən olarlar. Yəni bu da olduqca mühümdür. Ramazan ayını salamat qəlblə qarşılamaq. Yəni qəlbdə kin, küdurət, həsəd, paxıllıq, nifrət
və yaxud da təkəbbürlük, insan özündən razılığı. Yəni bu xəstəliklər olarsa, yəni insan faydalanmayacaq. Yəni hər şeyin yolu var, qaydası var. Və bu da mübarək aydır. Bağışlanmaq üçün olduqca əzəmətli bir aydır. Və ona görə insan bu aya girdiyi zaman, başladığı zaman, yəni qəlbini Allahı zikr edərək, yəni Allahla məşğul edərək başlamalı, yəni insanlarla, məxluqla yox. Və ona görə İbn Qayyim rahimehullah deyir ki, əgər bir insan sənə pislik edirsə, həsəd aparırsa və sən də qəlbini onunla məşğul edirsənsə, deyir, səndə ixlas yoxdur. Niyə filan kəs o sözü mənə dedi, filan kəs belə etdi, filan kəs sənə pislik etdi. Əgər sən qəlbini onunla məşğul edirsənsə, səndə ixlas yoxdur, buyur. Çünki sənin bütün işlərdə məqsədin Allahın rizasını qazanmaqdırsa, yəni filan kəs sənə nə dedi, demədi, yəni onunla sənə bir təsir yoxdur. Amma elə çıxır ki, sən onunla təsirlənirsənsə, deməli sənin məqsədin bu dünyada nəsə əldə edir. Əgər yox, Allah qatında olanı istəyirsənsə, yəni insanların sənə müəyyən sözlərin deməsini və yaxud da sənə qarşı düşmənçilik etməsini, yəni ola bilər insan onu aradan qaldırmaya çalışsın, amma qəlbinə onu salmamalı, qəlbinə yelə. Çünki bu elə bir şeydir ki, qəlb, yəni Allahı tanımaq üçün, zikr üçün, yəni tövhid üçün yaradılan bir evdir. Yəni rəva bilməməlidir ki, ora boş şeylər, yaramaz bir şeylər, yəni girsin. Və həmçinin İbn Teymiyyə rahimehullah da buyurur ki, yəni əgər bir qəlbdə itlər olarsa, o qəlbə Quran girməz. O qəlbə, itlər olan qəlbə xeyirli mənalar girməz. Bunu da hardan çıxar? Bu da hədislərdir. Yəni Peyğəmbər s.ə.v, yəni Cəbrail aleyhissalam söz verir ki, filan vaxt gələcək. Həmən bu vədə tamam olduğu zaman Cəbrail aleyhissalam gəlmir, gecikir və gecikdiyi nə görə Peyğəmbər s.ə.v narahat olur. Sonra yolda onunla görüşərkən şikayətlənir gecikdiyinə görə. Və Cəbrail aleyhissalam deyir ki, evdə it var, ona görə gəlmir. Və o da Peyğəmbər s.ə.v nəvələrindən birinin küçüyü idi, yəni çarpayının altına girmişdi və ona görə girmədi o evə. Və buradan fayda olaraq çıxarılır ki, əgər Cəbrail aleyhissalam onun gətirdiyi nur, elm, vəhiy, Qur'anla gəlirdisə, yəni it olan evə girmədisə, əgər bir qəlbdə ki, itlər var, yəni o qəlbə Qur'an necə girsin? Çünki bu həsəd, kin, küdurət, nifrət, riyakarlıq, təkəbbürlük, özündən razılıq, bunlar elə belə yox, bunlar hürən itlərdir, quduz itlərdir. Bunlar insanın qəlbində olan quduz itlərdir və nə qədər ki, sənin qəlbində o itlər varsa, onları təmizləməmisənsə, heç oxuduğun Quran da belə təsir olmayacaq. Onun təsiri olması üçün, yəni insan, yəni yararlı yer olmalıdır. Yəni onu qəbul edən yararlı yer. Çünki İbn Qayyim rahimehullah başqa yerdə gətirir və deyir ki, Qaf surəsində keçən ayədə İnnə fī dəlikə lədikra limən kənə ləhu qalbun əv əlqəs səmə və huvə şəhid. Həqiqətən bunlarda, yəni Qur'anda ibrət vardır. Qur'anda ibrət var. Kim üçün? Limən kənə ləhu qalbun, qəlbi olan üçün. Yəni belə baxanda qəlbi olmayan yoxdur ki. Qəlbi olan deyildiyi zaman biri qıldır. Və üçüncü, əv əlqəs səmə və dinləyərsə, və huvə şəhid və hazır olarsa. Yəni bu 4 dənə şey gətirir. Deyir ki, insanın təsirlənməsi üçün, ibrət alması üçün 4 şey olmalı. Birincisi, təsir edicinin olması. Quran. Yəni Quranın təsir edici olmasında şək yoxdur. Bu bir. İkinci gəlir, o təsir edicini qəbul edən yerin olması. O da diri qəlbdir. Üçüncü, şərtin olması, yəni insan onu dinləməsi, oxuduğu zaman, dərsdə oturduğu zaman dinləməsi və yaxud da işitdiyi zaman dinləməsi. Ola bilər qəlb diridir, amma dinləmirsə nə faydası var? Dördüncü, maniyənin aradan qalxması. Dördüncü, maniyə, yəni ayıq qəlblə dinləməsi. Ola bilər insan dinləyir qulağı ilə, amma qəlb həşdərxandadır, qəlb başqa yerdədir. Yəni ona görə onun da faydası olmur. Deməli, təsir edici, qəbul edən yerin olması və üçüncü, şərtin olması, dinləmək və dördüncü də
maniyənin olmamasıdır. Və bütün bunlar yenə sözünü fikir verin, qayıdır hara, yenə qəlbə faydalanmaq üçün. Və həmçinin Allah Teala öz kitabını vəsf edərək buyurur ki, İnnəhu ləkitabun əziz. Həqiqətən bu kitab, Quran izzətli kitabdır. İzzətlidir. Və deyir, Quranın izzətindəndir ki, o Qurandan, ondan, özündən üz döndərən qəlbə girmir. Kim ki o Qurana qarşı biganə yanaşır, o qəlbə Quran girməz. Çünki Quran izzətlidir. Onun izzətindəndir ki, ondan üz döndərən qəlbə o girməz. Və insan qəlbini onunla məşğul etməli. Osman radiyallahu anh deyir ki, لَوْ طَهُرَتْ قُلُوبُنَا لَمَا شَبِعْنَا مِنْ كِتَابِ اللّٰهِ. Əgər bizim qəlbimiz təmiz olsaydı, qəlbimiz təmiz, pak olsaydı, biz Allahın kəlamını, kitabını oxumaqdan doymazdıq. Görün, biz nə qədər Quran açırıq və nə qədər internetə vaxt sərf edirik və nə qədər Facebook'a sərf edirik. Artıq insan olur Facebook düşkünü, internet düşkünü. Amma yenə bu ay, Ramazan ayı fürsətdir. Yəni Allahın kitabına qayıtmaq üçün. Əgər bir insan Allaha olan sevgisinin miqdarını bilmək istəyirsə, hər bir insan sözsüz deyir ki, mən Allahı sevirəm. Miqdarını ölçmək istəyir, tərəzi olaraq ölçmək istəyirsə, Allahın kitabına olan münasibətinə baxsın. Nə qədər Allahın kitabı ilə maraqlanır? Oxumaq, əzbərləmək, başa düşmək, onu öyrətmək, orada olanlara əməl etmək, düşünmək, tədəbbür etmək, nə qədər maraqlanır? Nə qədər payı var? Nə qədər bundan payı çox olsa, deməli bu sevginin əlamətidir. Yox, əgər Allahın kitabına heç bir vaxt ayırmırsa, internetə, Facebook, nə bilim, hansı buklara vaxt ayırırsa, deməli, onun olan sevgisi başqa şeyədir. Çünki sələflər deyir ki, mən əhabbə şeyən əkfərə min zikrihi. Kim bir şeyi çox sevərsə, onu daha çox zikr edər. Onu daha çox yad edər. Deməli, sən başqasını yad edirsənsə, deməli, sənin olan sevgin də odur. Həqiqi sevgin onadır. Allaha olsaydı və insan namazda da Allaha düşünər və həmçinin digər vaxtlarda da Allahın kəlamını oxumağa çalışar, onu düşünməyə çalışar. Əgər yox, başqa şeyədirsə, başqa şeyə vaxt ayırırsa, və bu qəlbdə olan problem bildirir. İbn Teymiyyə rahimehullah buyurur ki, əgər bir insanın qəlbini Allah sevgisi bürüyərsə və o insanın etdiyi əməllər də Allahın muradına uyğun şəkildə olar. Allahın istəyinə uyğun şəkildə. Yəni, zahiri əməllər də Allahın istəyinə uyğun şəkildə olar. Yəni, elə bir əməl yoxdur ki, yəni, ixtiyari əməldən söhbət gedir. İxtiyari əməl, onun mənbəyi, əsası sevgi olmaz. Əgər insan Allahı sevərsə, axirət diyarını sevərsə, etdiyi əməllər Allah üçün olar, axirət üçün olar. Yəni, axirət üçün deyil, bu da ixlas bildirir. Axirət, Quranda nə vaxt ki, axirət üçün gəlirsə, o ixlası bildirir. Deməli, Allahı sevərsə, axirət sevirsə, deməli, etdiyi əməllər dünya üçün yox, axirət üçün olar, Allah üçün olur. Yox, əgərlər insan dünyanı sevirsə, etdiyi əməllər dünya üçün olur. Yəni, elə bir əməl yoxdur ki, ixtiyari əməlin mənbəyi, yəni insanı orada yerindən qaldıraraq o tərəfə onu sövq edən, yönəldən sevgi olmasın. İnsan var, gecə namazına qalxır, şirin yuxunu tərk edərək. Yəni, bu nəyə əlamətidir? Yəni, şirin tərk edib, Allahla danışmaq üçün qalxırsa, Allah olan sevgisinin əlamətidir. Amma kimsə qalxıb yenə saat 2-də, 3-də kiməsə mesaj yazmaq üçün. Yəni, onu da qaldıran sevgidir, amma başqa sevgidir. Və elə bir əməl yoxdur ki, insanı yerindən qaldıran, hərəkətə gətirən sevgi olmasın. Allahı sevirsə,
Ahireti sevirsə, olur əməllər ahirət üçün, Allah üçün. Yox, əgər dünya üçündürsə, sevgisi, etdiyi əməllər də dünya üçün olur. Və buna görə də yəni belə bir mövsümlərdir, mərasimlər deyək, yəni Ramazan ayı kimi fəzilətli günlər, gecələr, aylar, yəni Allah Teala'nın insanlara olan bir bəxşişidir. Əgər insan dəyərləndirmirsə, o məhrum insan sayılır. Hətta alimlər bunu nəyə bənzədir? Bir növ iman doldurma zapravkalarına, dayanacaqlarına bənzədir. Necə ki, insan bir yol gedir və yolun kənarında müəyyən məsafədən zapravkalar var. Mesela benzin azalır, girir zapravkaya doldurur, yenə növbəti zapravkaya onu çatdırır, yenə azaldığı zaman növbəti və bu cür insan mənzil başına asanlıqla çatır. Və həmçinin bu günlərdir, bu gecələrdir, aylardır, ahirət yolunun kənarında olan iman doldurma zapravkalarıdır. Əgər insan düzgün istifadə edərsə, düzgün dəyərləndirərsə, tənzim edərsə, deməli növbəti zapravkaya, yəni günlərə fəzilətli həcc var, Zilhiccə ayıdır, Məhərrəm ayıdır, digər fəzilətli günlər olan aylardır və yaxud gecələrdir, onlara çatdırır və beləliklə insan ahirətə aparan yolunu mənalı, iman üzərində və gözəl şəkildə çatdırmasına səbəb olur. Yox, insan əgər dəyərləndirməzsə, insan yolun ortasında da qırıla bilir. Necə ki, məsələn, insan maşınına qədər salamat da olsa, sağlam bir maşın da olsa, əgər yolun qırağında o zapravkalar yoxsa yenə qırılıb qalacaqdır və həmçinin də yəni bu günlər nimətdir. Çünki bir hədisdə Şeyx Alman Rahimullah hədisi həsənləşdirib, səhiyləşdirib. Allah Peyğəmbər sallallahu buyurur ki: "İnnə lillahi fi əyyamid dəhri nəfəhat fətəarradu ləhə." Allah Teala'nın bu ilim günlərində əstirdiyi küləkləri var, rəhmət küləkləri əsir. Yəni bu ilim günlərində elə günlər, elə aylar, elə gecələr vardır ki, o gecələrdə, günlərdə Allah Teala'nın rəhmət küləkləri əsir. Və Peyğəmbər s.ə.v bizi həvəsləndirərək buyurur ki, siz o küləklərə, Allahın rəhmətinə toxunmağa çalışın. Və ola bilsin, sizdən birinə o toxunar, o küləklərdən biri toxunar və bundan sonra heç vaxt bədbəx olmazsınız. Yəni o insan bundan sonra heç vaxt bədbəx olmaz. Yəni bu sözsüz ki, buna kim nail olur? Və onun üçün hazırlaşan insan, onun üçün artıq Ramazan ayı gəlməzdən əvvəl yəni bütün günahlarına, problemlərə son qoyur və bu Ramazan ayına yeni bir səhifə açaraq başlayır. Və bu ay bağışlanma ayıdır. Və hətta bir hədisdə gəlir ki, Cəbrail aleyhissalam Peyğəmbər s.ə.və deyir ki, Ramazan ayına çatıb bağışlanmadan ölən insana Allah Teala uzaqlaşdırsın. Deyə amin dedim ki, amin. Yəni Peyğəmbər s.ə.v-in yəni amin deməsi belə zahirən görürsən şiddətli çıxıb, amma yenə mənası odur ki, yəni Ramazan ayı bağışlanmaq üçün fürsətdir. Yəni bağışlanma ayıdır. Çox asandır. Əgər bununla yanaşı insan bağışlanmırsa Ramazan ayında və problem onun özündədir. Yəni əgər şeytanların zəncirlərini bax, cənnətin qapıları açıldığı bir vaxtdır və cəhənnəmin qapıları bağlandığı bir vaxt yenə insan tövbə etmirsə, günahlarını son qoymursa və bağışlanmırsa, problem insandadır. Yəni bizim özümüzdə. Yəni bunu başqa yerdə axtarmalıyıq. Ona görə sələflər yəni bilirdilər bu ayın dəyərini, qiymətini bilirdilər və ona görə 6 ay öncə dua edirdilər ki, Allahım bizi Ramazana çatdır. Və Ramazandan sonra da 6 ay yenə dua edərdilər ki, Ramazanda etdiyimiz əməlləri qəbul etdiyə dua edirlər. Yəni bu nəyə dəlat edir? Yəni onların həqiqətən bu ayın nə qədər əzəmətli, uca, qiymətli bir ay olmasını bildirir. Ona görə insan bilməlidir ki, dəyərləndir. Əgər bir insan bilmirsə, onun üçün Ramazan, Şaban fərqi yoxdursa, o insan necə dəyərləndirsin? Deməli, hər bir işin əvvəli elmdir, bilməkdir. Hətta tövbənin də əvvəli elmdir. Necə ki, İbn Rahimullah buyurur, tövbənin əvvəli elmdir, bilmək. Yəni, insan bilməlidir ki, etdiyi əməl günahdır. Bilməzsə, heç o tövbə etməz. Niyə məsələn bidətçilər tövbə etmir? Çünki bidətçi etdiyi əməli dindən görür. Və kiminsə dindən tövbə etdiyini görmürsən mi? Ona görə onlar etdiyi əməlləri dindən görürlər.
Və ona görə insan bilməli, mənim etdiyim əməl günahdır. Günah olduğunu biləndə artıq insan qəlbində peşmançılıq keçirir və tövbə edir. Və həmçində insan dəyərləndirməsi üçün Ramazanın nə qədər şərəfli bir ay olduğunu bilməlidir. Onun fəziləti, nə qədər fəzilətlər var. Peyğəmbər s.ə.v buyurur ki, mən samə Ramazana imanən və ihtisabənğufirə ləhu mə təqaddə min dəmmi. Kim Ramazan orucunu inanaraq və savabını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanır. İnanaraq və savabını Allahdan umaraq. Sələflərdən biri deyir ki, əgər ölülərə deyilsəydi, siz bir gün arzulayın və deyir, onlar Ramazandan bir gün arzulayardılar. Ramazandan bir gün. Amma bəzən insan Ramazana çatır, amma elə bil ki, onun üçün qiymətli deyildir. Ramazana çatdınsa, birinci etdiyin əməl şükür olmalıdır. Ramazana çatdınsa, birinci etdiyin əməl şükür etmək. Ki, Allah Teala səni bu əzəmətli bir aya çatdırır. Sözsüz, dualar, ondan əvvəl dualar, hazırlıq və hazırlıq olarsa və çatandan sonra insan müvəffəq ola bilir. Əgər müvəffəq olmursa, onun səbəblərindən biri də odur ki, insan hələ tənbəllik düyününü açmayıb. Tənbəllik düyününü açmayıb və yaxud da onun hazırlığını görməyib. İbn-i Qayyim Rahimullah deyir ki, çox diqqətli ol, çəkin, həzər et iki şeydən. İki şeydən həzər et. Onlardan birincisi, vaxtın vacibi gəldiği zaman hazır olmamaktan həzər et. Əgər vaxtın vacibi gəldiği zaman, əgər hazırlaşmamısansa, bil ki, sənə tənbəllik veriləcək. Bil ki, məhrum olacaqsan. Çünki Allah Teala buyurur, وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَكِنْ كَرِهَ اللّٰهُ بِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ قُعُدُوا مَعَ الْقَاعِدِينَ. Əgər onlar həqiqətən döyüşə çıxmaq istəsəydilər, onun hazırlığını görərdilər. Lakin onların hərəkəti Allaha xoş gəlmədi, onlara tənbəllik verdi. Və onlara geridə oturanlarla birgə oturun deyildi. İbn-i Hüseymin Rahimullah deyir ki, bu ayə döyüş haqqında olsa da hər bir xeyir əmələ aiddir. Hər bir xeyir əmələ. Yəni, hər hansı bir xeyir əməllə nail olmaq istəyirsənsə, orada olan bərəkətləri, xeyirləri əldə etmək istəyirsənsə və onun üçün hazırlığını görməmsənsə, deməli, sən sadiq deyilsən, onu istəməkdə sadiq deyilsən və sənə tənbəllik veriləcək. Yəni, tənbəllik necə verilir? Allah yardımını götürür. Yardımını kəsdiyi zaman insan müvəffəq olur. Çünki bizim etdiyimiz hər bir əməl, namaz qılırıqsa və yaxud digər xeyirli əməllər və yaxud da günahlardan çəkiniriksə, bütün bunların hamısı Allahın yardımı sayəsindədir. Yəni, insan elə bilməsin ki, o öz hünərinə görədir. Əgər Allah Teala yardımını qaldırırsa, insan heç nə edilməz. Heç bir xeyri müvəffəq ola bilməz. Deməli, insan birinci nədən çəkinməlidir? Vaxtın vacibi gəldiyi zaman, yəni hazır olmamaqdan həzər etməlidir. İkinci isə, hər hansı bir əmir gəldiyi zaman, onu rədd etməkdən, qəbul etməməkdən həzər etməlidir. Yəni, qəbul etməlidir. Yəni, onu haqq gəldiyi zaman, yəni onu əməl etməsə belə deyək, yəni qəbul etməlidir, rədd etməməlidir. Çünki rədd edərsə, qəbul edərsə insanın qəlbi çevrilə bilər. Çünki Allah Teala yenə buyurur, كَذَلِكَ نُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا بِهِ أَوَّلَ مَرَّةٍ. Yəni onlar birinci dəfə iman gətirmədiklərinə görə, birinci iman gətirmədikləri kimi biz onların qəlblərini və gözlərini çevirərik. Çox vaxt insan yəni qəbul etmədiyinə görə yəni xeyirlərdən məhrum olur, qəlb möhürlənə bilər və artıq qayıtmaq ehtimalı da çətinləşir. Və buna görə də yəni belə bir mərasimlərdir, mövsümlərdir, sezon deyək, sezon. Hansı ki, bunun sezon deyəndə tacirlər daha yaxşı başa düşür. Ticarət sezonu. Yəni, ticarət sezonu üçün də hazırlaşma olması mümkün deyil.
İnsan bilir ki, filan sezonda yaxşı mal gelir. Və onun üçün 2 aya, 3 ay, 5 ay əvvəl hazırlıq görür. Yəni, malı alıb yığır. Və bilir ki, filan sezonda bu mal yaxşı satılacaq, ticarət edəcək. Əgər o malı yığmasa, almasa, sezonda nə satacaq? Hansı ticarət edəcək? Və həmçində insan da bu sezon gəlməzdən əvvəl hazırlaşmayıbsa, Rəbbi ilə hansı ticarət edəcək? Hətta görsən insan istəyir, belə hər bir qəlbində iman olan insan istəyir ki, Ramazan ayı gələndə mən filan qədər yaxşı işlər görmək istəyirəm. Amma o insan özü müvəffəq olmur. Ramazanın yarısından çoxu keçir, hələ insan ayılmayıb. Səbəb nədir? Səbəb yenə hazırlığın olmaması. Səbəb yenə qəlbdə olan itlərdir. Qəlbdə olan itlər, həsəd, künküdurət, nifrət, bunlar. Çünki Peyğəmbər s.ə.və soruşulanda insanların ən əfzəli kimdir və buyurur ki, məxmumul qalbi və saduqul lisən. Qəlbi məxmum olan və dili doğru olan, doğru danışan insandır. Və ya deyirlər, ya Rasulullah, bu doğru danışana aydındır. Amma məxmum nədir? Və buyurur ki, ət-təqiyyun nəqiyyü lə ismə fi və lə bəği və lə qillə və lə həsəd. Yəni, o qəlbdir ki, təqvalıdır. Və o qəlbdir ki, pakdır, orada günahdır, azğınlıqdır, kin-küdurət və həsəd yoxdur. Salamatdır. O qəlb, vallahi qəlbi salamat olan insan rahat yaşayır, xoşbəxt yaşayır. Yəni, o insan ki, qəlbində kin-küdurət və o rahat ola bilmir. İnsanı özünü məhv edir. O fikirlər, o nifrət, o həsəd insanın özünü məhv edir. Amma qəlbi salamat olan insan və görürsən ki, gündüzüdür, gecədir, rahat. Sözsüz ki, bunlar üz verir hər bir insana, amma insan orada olan müəyyən məsələləri bilərsə, onları da yenmək asan olur. Çətin olsa belə, müəyyən məsələləri bilmək insanı asanlaşdırır. Necə ki, İbn-i Qayyim Rahiməhullah buyurur, deyir ki, düşmənçilik edən insana, bir insan ki, sənə düşmənçilik edir, ona yaxşılıq etmək ağırdır, çətindir. Nəfsə ən ağır gələn məsələlərdən biri düşmənə yaxşılıq etməkdir. Sənə pislik edir, yaxşılıq edir. Sən pislik edir, yaxşılıq edir. Bu çox ağırdır. Çünki Allah Teala Quranda buyurur ki, وَلَا تَسْتَوِ الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ. Heç vaxt yaxşılıqla pislik bir ola bilməz. اِدْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ. Sən pisliyi yaxşılıqla dəf et. Və onda görəcəksən ki, səninlə aranda yaxşılıq olan insan sənin yaxın dostuna çevrilir. Amma bunu kim bacarır? Yəni, kimin bunu hünəri çatır? Kimin işidir bu? Hər kişinin işidir. وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Bunu səbr edənlər, yalnız səbr edənlər və Allah Teala tərəfindən böyük payı olan insanlar əldə edir. Yəni, böyük insanlar əldə edir. Bunu kim əldə edir? Yaşlı insanlar yox. Böyük insanlar. Ola bilər, yaşda az yaşı var, amma böyük. Böyük insanlar, yəni güzəşdə gedən insanlar. Xırdaçılar deyilir. Pisliyi yaxşılıqla dəf edənlərdir. Nəvavi Rahiməhullah deyir ki, yaxşılığa yaxşılıq bu ticarətdir. Səni qonaq çağırır, sən onu qonaq çağırırsan. Ticarətdir. Amma əsl yaxşılıq nədir? Əsl yaxşılıq sənə pislik etdiyi zaman yaxşılıq etməyindir. Pislik edir, yaxşılıq edirsən. İbn-i Kəsir Rahiməhullah deyir ki, yəni bu insanları, yəni o pislik edən insanlara qarşı müamilə belə olmalıdır. Yəni insanlardan olan şeytanları əgər sən yola vermək istəyirsənsə, yaxşılıq etməlisən, necə ki, ayrı keçir. Amma cinlərdən olan şeytanları isə Allah Teala buyurur: "Və immə yenzəğənnəkə minəş-şeytani nəzğun fəstəid billah." Şeytan tərəfindən sənə bir vəsvəsə gələrsə, Allaha sığın. Allaha sığın, həqiqətən o hər şey eşidən və biləndir. O hər şey eşidən və biləndir. Deməli, İbn-i Kəsir Rahiməhullah nə deyir ki, şeytan yaxşılıq qanmır. Fikir verin, şeytan yaxşılıq başa düşmür. Yəni, kimsə deyə bilməz ki, mən biraz şeytana yaxşılıq edeyim, məndən əl çəksin. Şeytana yaxşılıq edeyim, əl çəksin. Ola bilər mi öyle bir şey? Yox. Ondan qorunmağın yolu yalnız və yalnız Allaha sığınmaqla olur. Yaxşılıqla mümkün. Amma insanlardan olan şeytanlar isə
onların şərrindən qorunmaq necə olur? Yaxşılıqla. Və bəzən olur, fikir verin, ola bilər sənin qonşun kasıb olsun. Gəlirsən, marketdən əlini doldurub, meyvə, yaxşı, maraqlı şeylər alıb gəlmişsən və qonşu da görür. Və qonşu da istəyir ki, alsın, amma imkanı yoxdur. Və imkanı olmadığını səni gördüyündən həsəd yaranır. Həsəd sonra gözdə elə dəyir də, göz hardan dəyir, həsəddən dəyir. Yəni göz deyəni göz dəyir, nəfs dəyir. Deyən, İbn-i Qayyim Rəhməhullah deyir, gözün özü deyil, nəfs. Amma əgər sən aldığından, yəni cüzi bir şey qonşuya verirsən, onun qəlbində olan həsəd aradan qalxır. Deməli, pislik edəni yaxşılıqla qarşılamaq nəfsə nə oldu? Ağırdır. Ağırdır yoxsa rasandır? Nə deyirsiniz? Çox ağır. Yəni bir insan sənə pislik edir, onu yaxşılıqla qarşılamaq çox ağır. Amma İbn-i Qayyim Rəhməhullah buyur, bəzi şeyləri bilsən, həqiqətən bəzi şeyləri bilsən, onu da əldə etmək mümkündür. Nədir o bəzi şeylər? Elə bir insan yoxdur ki, o insanın özü ilə Allah arasında günahı olmasın. Var mı elə bir insan günahsız? Deməli, hər birimizin günahı var. Hər birimizin en qədər günahlar nə qədər bildiyimiz, bilmədiyimiz, xatırladığımız, xatırlamadığımız. Və hər birimiz də nə istəyirik? İstəyirik mi günahlarımız açılsın? İstəmirik. Biz Rəbbimizdən, hər bir insan Rəbbindən istəyir ki, Allah onun günahının üstünü örtsün. Yəni, heç kəs bilməsin. Yəni, heç kəs onu barmaqla göstərməsin ki, filan kəs filan günahın sahibidir. İstəyirik, istəmirik. İstəyirik ki, örtüsün. Biz, insan belədir də, arsızdır. Yəni, bununla kifayətlənmir. Üstəlik istəyir ki, o günahına görə qiyamət günü əzab olmasın. Bağışlansın. İstəyirik, istəmirik. İstəyirik. Bununla da kifayətlənmir insan. Və üstəlik, yəni nə istəyir? Üstəlik Rəbbindən cənnət istəyir. Cənnət istəyir, nemətlər istəyir və hətta arzuladığından da artıq nemətlər istəyir. Ay sağ ol. Deməli, indi əgər sən bunu Rəbbindən istəyirsənsə, Rəbbinin yaratdıqlarına qarşı elə olmalısan. Bəziləri mən halallıq vermirəm. Halallıq vermirəm. Yəni, qiyamətlə meydan oxuyur. Yəni, görür, elə bil ki, o nə qədər təmizdir ki, meydan oxuyur, bu qiyamət gün gəlsin. Yəni, buna İbn-i Qayyim'in sözünə elə çıxır ki, yəni, səni hətta halallıq verməyin kifayət deyil. Halallıq verəndən sonra sən hələ yaxşılıq da eləməlisən ki, Rəbbindən o neymətləri əldə etmək üçün. Deməli, sən keçiləcəksən. Ona görə Peyğəmbər sallallahu buyurur ki, əvvəlki ümmətlərdə bir kişi var idi. O borc verərdi. Və sonra borc sahibi gəlib borcu qaytarmaq istədiyi zaman evladlarına deyərdi ki, ondan keçin. Və Allah Teala dedi ki, mən ondan, özündən keçməyə daha haqlıyam. Yəni, o borcdan keçdiyi Allah Teala onun günahlarından keçdi. Yəni, bu cür, yəni, güzəştə getmək insanı ucaldır. Bütün sahədə, evdə olduğun zaman və yaxud da qardaşlarla və yaxud da digər hər bir yerdə insanın güzəştə getməsi. Fikir verin, misal olaraq, yəni bu misallar mühümdür. İbn-i Teymiyyə Rahimehullah, onun düşmənləri çox idi. İbn-i Teymiyyə Rahimehullah, hansı ki, sufilər idi, qəddar ölümünə hüküm vermişlər, təkfir edilmişlər İbn-i Teymiyyə Rahimehullah, təkfir ediblər. İbn-i Qayyim Rahimehullah deyir ki, mən o öləndə İbn-i Məxluf, Malik məzhəbindən İbn-i Məxluf adında birisi, öləndə sevinərək gəldim. Sevinərək gəldim, dedim ki, İslamın düşmənlərindən bir məhv olub. İbn Teymiyyə sevinmədi, deyir. Hətta məni acıladı. Və dedi ki, müsəlmanın ölümünə sevinmək olmaz. Və bundan sonra getdi onun evladlarının yanına və dedi ki, bugündən sonra mən sizin atanız yerindəyəm. Nə ehtiyacınız olsa mənə qaldıra bilərsiniz. Fikir verin. Hansı ki düşmən. Yəni, ona görə İbn-i Teymiyyə Rahimehullah bu günə qədər də dillər əzbər, bu günə qədər də sağlı yaşayır. Amma ondan da böyük insanlar, ondan da zəngin insanlar olur. Onların hamısı tarixin zibilliyindədir. Yəni, insan nə görə ucalıb? Nəfsi üçün imtinam almadığına görə. Nəfsi üçün, yəni imtinam almadı. Hətta bir dəfə İbn-i Teymiyyə Rahimehullah döyürlər. Döyürlər, güclə məscidə çatır. İbn-i Teymiyyə tanıyanlar deyirlər ki, kimdir də onun məsələsini həll eləyək. İbn Teymiyyə Rahimehullah deyir ki, onlar düz eləyiblər. Bunlar istənicə yəni düz eləyib. Yəni, elə çıxır ki, onda sən batil üzərində, onlar haqq üzərində.
Deyir ki, yox, deyir, onlar ictihad ediblər və səhv çıxanda da yenə bir savab qazanırlar. Yəni, bu cür. Yəni, böyük insanlar və böyük insanlar kimdir? Nəfsi qoysan qardaşlar arasında, filan kəs filan söz deyir, bağışlamıram, mən halallıq vermirəm. Yəni, bu insan cılız insan sayılır. Böyük insan kimdir? Böyük insan, yəni, köçə biləndir. Halallıq verə biləndir. Amma yox, sən bütün məsələlərin xırdalığına geçsən və sən elə ki, öz səviyyəni elə ki, endirirsən. Sən evdə, ona məsələn, Əhməd Həmbər Rahimullah deyir ki, وَجَدْتُ تِسْعَةَ عَشَرِ السَّعَادَةِ التَّغَافُلِ Mən səadətin, xoşbəxtliyin ondan 9'unu təğafulda gördüm. Yəni, fikir verin, xoşbəxtlik ondan 9'un təğaful nədir? Görməməzlikdə, bilməməzlikdə. Yəni, görürsən, elə ki, görməmişsən. Eşidirsən, elə ki, eşitməmişsən. Yəni, yola verirsən. Və bu cür insan xoşbəxtlik. Yox, sən bütün filan kəs niyə filan sözü deyədi, filan kəs niyə mənə əyri vaxtı, bütün bunları xırda sən özün məhv olursan. Özün məhv. Niyə filan kəs məndən danışdı? Dəqiqəsində, sən əgər məqsədin Allah rizasızsa, sən o demək, sən bizdə misal var, deyək, sənin zərlərin tökülmür ki, üstündəki. Filan kəs sənə filan söz deməklə, sənə o təsir edən. Ona görə insan məqsədi Allah rizasızsa, bir Peyğəmbər salsam, heç vaxt nəfsi üçün, yəni intiqam almaz. Ona görə bunlar gətirilən misallarına böyük insanların misallarıdır. Həmçinin İbn-i Məsuddan gətirilir, radiyallahu anhu, bir dəfə dükana gedir, nəsə almaq istəyir, danışır və pulu çıxartmaq istəyir əmmaməndə və görür ki, pul oğurlanıb. Və ona cəmaat toplanır, deyir ki, əli kəsilsindən, belə olsun. Və deyir, siz nə deyirsiniz? Evə getmirsən, görürsən ki, pul gizlətdiyin yerdə oğurlanır. Allah onu öldürsün, topal eləsin, damarlarında qan qurusun, donsun. Amma İbn Məsud radiyallahu anh deyir ki, Allahım, əgər o insan ehtiyacından oğurluyubsa, bərəkət ver. Ehtiyacından oğurluyubsa, bərəkət ver. Yox, əgər o insan günahı olan cürətindən oğurluyubsa, onu axırıncı günahı et. Axırıncı günahı bir daha oğurlamaz. Yəni bu cür böyük insanlar istəməzlər ki, özlərinə görə kimsə cəhənnəmdə yazsın. Özlərinə görə kiməsə yəni əzab verilsin. Ona görə insan Ramazan ayına girəndə də deməli, problem varsa qohumlarla, qardaşlarla küsüllük onu aradan qaldırmaq lazımdır. Çünki küslü olmaq çox vaxt rəhmətin, məğfirətin qarşısını alır. Şaban ayının orta gecəsi haqqında hədis gəlir, Peyğəmbər sallallahu buyurur ki, Allah Teala Şabanın ortasında yaratdıqlarına baxar, Allaha şərik qoşmayan hər bir mümin müsəlmanı bağışlayan küslü olanlardan başqa. Küslü olanlardan başqa. Ona görə bu aya girdiyimiz zaman, yəni küslük varsa, onu aradan qaldıraraq salamat qəlblə, təmiz qəlblə bu aya başlamaq ki, orada olan xeyirləri, bərəkətləri əldə edək. Allah Teala iştifanlar etsin. Allah Teala qardaşlarına bərəkət etsin. Yəni ailəsində birgə həm dünyanın və həmçinin axirətin səadətinə qovuştursun. Selamun aleyküm. İxlasla.com saytı tərəfindən təqdim olundu.